Mobile app dizaynı. Mobile app dizaynını çox vaxt responsive dizayndan səhv salırlar. Bir-biri ilə qarışdırırlar. Responsive dizaynla mobile app dizaynının arasındakı fərqlər çoxdur. Məsəl üçün birini nümunə götürək. Responsive dizayn telefon ölçüsündə və ya planşet ölçüsündə olur və o web saytın desktop ölçüsünün minimallaşmış formasıdır. Məsəl üçün burada göstərək. Bu web saytdır desktop ölçüsündə və bu onun mobile versiyasıdır, yəni responsive versiyasıdır və web saytın birəbir eynisini, ölçülərini telefon ekran ölçüsünə uyğunlaşdıraraq dizayn ediblər. Fərq odur ki, mobile appdə footer olmur, onun yerinə tabbar olur. Amma responsive dizaynda web saytda desktop ölçüsündə olduğu kimi burada da footer yerləşdirilir, yəni tabbar olmur. Responsive dizaynda biz burger barı sağ tərəfə yerləşdiririk. Çünki desktopdakı kimi bu keçidlərimizi yerləşdirməyə kifayət qədər yer yoxdur. Ondansa bu tip sidebar, burger bar yaradırıq və həmin keçidləri burada burger barın daxilinə yerləşdiririk. O tip istifadə edirik, amma mobile appdə bu keçidləri biz məsələn burada göstərək. Tabbar deyilir. Bu isə tabbardır və bu tabbarda yerləşdiririk əsas düymələri. Və bizdə istifadə olunan burger bar sol tərəfdə yerləşir və orada biz vacib yox, hətta ikinci, üçüncü dərəcəli belə deyim, əməliyyatları, funksiyonallıqları oraya yerləşdiririk. Yəni bizdə responsive dizayndan fərqli olaraq mobil app dizaynında burger barın rolu o qədər də böyük deyil və burger bar və responsivedən fərqli olaraq burada əsas keçidlərimizi, əsas funksiyonallıqlarımızı tabbarda yerləşdiririk. Tabbarlar iOS və Androiddə ölçü olaraq fərqlənir. Məsəl üçün iOS üçün tabbar yığanda hündürlüyü 49 piksel olaraq, hündürlüyü 49 piksel olaraq təyin edirik. Bunu mən 48 olmağını istəyirəm. 48 olmağı tərəfdarıyam. Daha rahat işləmək olur. Amma Android üçün hazırlayanda, Android əməliyyat sistemi üçün hazırlayanda tabbarı 56 piksel qoyuruq hündürlüyünü və bunu da biraz çox hündür görürəm. Onu biraz minimallaşdırmaq, yığcamlaşdırmaq olar. Amma ümumi olaraq qlobalda iOS üçün tabbar hazırlayanda 49 piksel, Android üçün tabbar hazırlayanda isə 56 piksel hündürlükdə yerləşir və tabbarlar üçlü, dördlü, beşli olaraq dəyişir. Məsələn, bu beşli tabbardır və ən gözəli və ən funksiyonalı beşli tabbardır. Tabbar məsəl üçün burada beşlidir və belə nəzərdə çatdırım ki, tabbarda soldan sağa olaraq vaciblik azalır. İlk 3 dənə olan əməliyyatlar, ikonlar, keçidlər ən vacibləridir və bu tən ortada olan isə ən rahat kliklənə bilən olduğu üçün şirkətlər əsas funksiyonallığı bu ortadakı üçüncü düyməyə yükləyirlər. Məsəl üçün Instagramda görmüsünüz, əvvəlki versiyada belə idi. Homepage idi, axtarış idi, sonra orada post yükləmək, sonra Reelstar, sonra profil hissəsi, sonra istifadəçi vərdişlərindən asılı olaraq tabbar da dəyişdi. Homepage və profilin yeri dəyişmədən qalır. Sadəcə buralarda bu ikinci, üçüncü, dördüncülərdə dəyişikliklər edirlər. Məsəl üçün ikincidə Reels-ı əlavə elədilər. Search-ü axırdan ikiyə, yəni dördüncü yerə qoydular. Ortada yenə post paylaşmaq. Bu Instagramın öz siyasətindən də irəli gəlir ki, insanları daha çox post paylaşmağa və orada trafik yaratmağa, aktiv istifadəçiləri daha doğrusu aktiv saxlamağa çalışırlar. Bir müddət sonra istifadəçi vərdişlərinə uyğun olaraq bir beta versiya çıxdı və bu tam orta, ən çox istifadə olunan, ən rahat klik edilə bilən hissəyə mesajlaşma hissəsi gəldi.
və bu hal-hazırda beta versiyadadır və bu testing mərhələsindədir, belə deyək. Çünki əvvəllər hamı postlar paylaşırdı və Instagramda böyük trafik var idi. Kim harda otursa, yemək deyirsə post paylaşırdı, kitabda oxusa, dostlarıyla görüşsə. Amma indi Instagramı hər kəs öz şəxsi portfoliosu kimi istifadə edir və böyük tədbirlərdə və yaxud önəmli yerlərdə şəkil çəkdirəndə burada yerləşdirirlər və bu post sayının azalmağına gətirib çıxarır və burada daha çox insanlar bir-birinə reels ataraq və mesajlaşaraq vaxtını keçirir. Ona görə homepage-i, yəni home hissəsini saxlamaqla ikinci hissəyə reels hissəsini və üçüncü hissəyə mesajlaşma hissəsini 4-də söz və 5-də profil işarəsini yerləşdirirlər. Əgər o funksionallıq, daha doğrusu o beta versiya sizdə varsa, görəcəksiniz ki, bu tabbarda ümumiyyətlə post paylaşmaq üçün hissə yoxdur. Ən üst hissə bu hissəyə və yaxud profildən bu hissəyə yerləşdiriblər, sol üst hissəyə yerləşdiriblər. Bu nə deməkdir? Sol üst hissə bizdə həmişə applicationlarda ən az kliklənən, yəni ən künc hissə olaraq nəzərdə tutulur və bu post paylaşmanı o küncə yerləşdirirlərsə, deməli burada istifadəçi vərdişlərindən asılı olaraq bir redizayna gedilib. Dərsimizdə qayıtsaq, tabbar haqqında danışdıq, tabbarın ölçüləri haqqında danışdıq. Bəs şriftlər necə olmalıdır? Şriftlər iOS və Androiddə istifadə olunan bəzi şriftlər var, onları sizin üçün göstərəcəm. Burada yerləşdirmişəm. Aha, burada. Baxın, burada ilk göstərəcəyim şriftlər, yəni bu CF Pro, CF Pro Display, New York, Helvetica, Courier, CF Pro Compact. Bunlar belə deyim, iOS-da, iOS əməliyyat sistemində ən çox istifadə olunan şriftlərdir və burada ən məşhuru isə Helvetica və CF Pro-dur. CF Pro Display-i başlıq mətnlərində istifadə edə bilərsiniz. CF Pro-nu alt başlıqlarda və ya body mətnlərində istifadə edə bilərsiniz. CF Pro Compact var, bu iOS-da, Apple Watch-larda daha çox istifadə olunur və ilk şrifti səhv eləmirəmsə Helvetica olub iOS-un. Bu tərəfə keçdikdə isə burada Roboto Slab, Google Sans, Noto Sans və Noto Serif, Open Sans, Droid Sans şriftləridir. Bu da Android dizaynlarda daha çox istifadə olunur. Android əməliyyat sistemlərində daha çox istifadə olunur. Robotonu daha çox istifadə olunur və bu aralarında ən məşhurlarından biri Robotodur və demək olar ki, Android daha çox Roboto Sansdan istifadə edir və ilk istifadə etdiyi şriftlərdən biri də Droid Sansdır və bu demək olar ki, çox köhnə şriftdir. Open Sans və Noto Sansdan da çox istifadə olunur. Əgər siz Azərbaycan, məsələn üçün, türk hərflərindən falan çox istifadə edəcəksə dizaynda, yəni çox dilli mətn dəstəyi istəyirsinizsə, Noto Sansdan və Noto Sans Serifdən istifadə edə bilərsiniz. Əgər hər ikisinə uyğun olaraq bir şrift istəyirsə, məsələn Interdən, Poppins-dən falan istifadə edə bilərsiniz. Poppins-i çox da bəyənməsəm də geniş istifadə olunur, amma Inter bəyəndiyim şriftlərdəndir. Interdən də istifadə edə bilərsiniz. Tabbarlar, məsəl üçün belə bu tip statik görünüşdə olanlar olur. Nədir bu statik görünüş? Yaxınlaşdırıb baxsaq, sağdan, soldan əhatələyib ekranı və yuxarı və aşağıdan da müəyyən hündürlükləri var. Bu birinci növ statik tabbardır. Bu isə belə deyim də iOS-un gəzən ada məntiqi ilə bu tip üzən ada deyirlər, gəzən ada deyirlər. O məntiqlə hazırlanmış bir tabbar dizaynıdır. Burada sağ, sol və yuxarı aşağı hissələrdə biraz boşluqlar yerləşdirilib, yəni boşluqlar buraxılıb və tabbarın daxilindəki ikonları bu tip yerləşdirirlər. Məsəl üçün 352 ölçü yerləşdirmişik tabbar olaraq və bu 352-ni siz, məsələn 352-ni eləyək, məsələn üçün 375 eləyək, məsələn üçün 375, baxaq buradakı ölçü nədir? Community-dən götürdüyümüz.
Aha, burada da 375'dir. 375 yerləşdirək və bu ölçünü 5 hissəyə bölək. Çünki 5'li tapbar hazırlayacağıq biz və 5'ə böldükdə bölünməli. 5'ə böldükdə 75. 75 nədir? Bizim Burger Barda istifadə edəcəyimiz ikon və onun border radiusu olsun, yəni paddinglərlə bir yerdə tutacağı sahədir. Məsəl üçün bunun kopyalayıb çoxaltsaq, bu tip kopyalayıb çoxaltsaq, bu tip bir-birinə yaxın belə deyim də, klik sahələri, tab sahələri alınacaq. Yəni bu bir məsəl üçün rahat bir yoldur tabbar dizaynında. Ekran ölçünüzdə çox böyük ehtimal ki 375-74 falan alınacaq sizdə tabbarı dizayn edəndə və onu istifadə edəcəyiniz ikon sayına böldükdə, məsələn 5'li eləyəcəksə, sizin ümumi kliklənən sahənizi ölçüsünü çıxaracaq ki, məsəl üçün 75'lik 75 piksellik bir klik sahəniz, tab sahəniz olacaq. Biz ikonlardan danışaq biraz. iOS-larda daha minimal ikonlardan istifadə olunur və daha sadə dizayna önəm verilir və belə deyim, Androiddən, iOS-dan fərqli olaraq Androiddə isə daha detallı və daha mürəkkəb ikonlardan istifadə olunur. Android də getdikcə minimallaşmağa çalışır və öz belə deyim, əməliyyat sistemində, öz dizaynlarında daha minimal, daha kompakt dizaynlardan artıq istifadə etməyə çalışır, tətbiq etməyə çalışır. İkon ölçümüz nə qədər olmalıdır? İkon ölçümüz minimum 24 piksel olmalıdır. Hansı ki, siz bunu hətta balacalaşdıra da bilərsiniz. Hansı halda? Dediyim kimi, siz burada kliklənə bilən, yəni sahəniz paddinglərlə, borderlarla bir yerdə 24 pikseldən yuxarı, hətta bəzi dizaynlarda görəcəksiniz ki, kliklənə bilən hissə hətta 44 pikselə qədər gəlir. Yəni sizin kliklənə bilən sahəniz, aktiv sahəniz 24 pikseldən yuxarıdırsa, yəni bu uyğundur. 24 piksel mənə görə hətta biraz da balacadır. 24 pikseldən yuxarı olsa daha yaxşı olar və bunun 4-ə, 8-ə bölünməsini təmin eləsək, ölçü təyin edəndə daha yaxşı olar və 5'li tabbardan istifadə etsəz daha yaxşı olar. Ümumi olaraq bu dizaynı məsələn göstərim sizə. Bu bir mobil bank üçün hazırlanmış app dizaynıdır və burada balansı, kartları göstərir, əməliyyatları göstərir, tarixçəni göstərir, valyutanı göstərir və siz dizayn eləyərkən mütləq şəkildə istifadəçini başa düşməlisiniz və sizin belə deyim, işlədiyiniz şirkətin və yaxud brendin maraqlarını da qarşı tərəfə çatdırmağa çalışmalısınız və bu balansı qorumaq biraz çətindir. Bunun üçün araşdırmalar eləmək lazımdır, testinqlər eləmək lazımdır və o balansı qorumaq lazımdır. Demək olar ki, ən çox deyəndə ən qəliz dizaynlardan biri bank tətbiqləri, e-commerce tətbiqləridir. O dizaynları hazırlamaq, UX cəhətdən həmin tətbiqlərin istifadəçiyə yararlı olması, istifadə oluna bilənliyi təmin etmək daha qəlizdir və burada flowlar qurmaq çox vacibdir. Tətbiqin axışını düzgün qurmaq çox vacibdir. İstifadəçi çaşbaş qalmasın, təmiz dizaynlar, anlaşılır dizaynlar hazırlamaq vacibdir. Belə deyim, ümumi olaraq tətbiq dizaynını hazırlayarkən çox böyük araşdırmalar və testinqlərdən keçməli, sorğular hazırlamalısınız dizayna başlamazdan əvvəl. Bəs dizaynı hazırlayarkən hansı frame-dən, hansı ekran ölçüsündən istifadə etmək lazımdır?
Əvvəlki dərsimizdə ekran ölçülərini demişdik, amma iPhone 13 mini və 13-14-dən istifadə eləsəz daha rahat olar. Məsəl üçün 13 seçirik buradan və biz iOS üçün dizayn hazırlayırıqsa, bu tip griddən istifadə eləmək lazımdır. Məsələn, gələk buradan Layout Guide klikləyək və buradan columns-ı seçək və burada biz column sayını 4 və ya 6 seçə bilərik. Daha rahat və daha çox istifadə olunan ölçü 4-dür, ona görə biz 4-ü. Daha xırda minimal dizaynlar üçün, daha belə deyim, çox elementli dizaynlar üçün 6-nı seçə bilərik, amma ən sadə variantda, ən rahat işləmək üçün 4 columns idealdır. Burada margini seçirik. Burada margini biz 15 olaraq təyin edirik. Əvvəlki dərslərimizdə demişdik. Burada qatır isə 16 olaraq təyin edirik. Əgər biz Android üçün yığsaydıq, burada biz ölçünü margini 16 və bunu da 16 eləyə bilərdik. Belə bu ekran ölçüsündə dizaynlarımızı yıxa bilərik. Belə. Məncə bu qədər. Demək olar ki, lazımlı bir çox şeyi dedim. Artıq bundan sonraki mərhələlərdə dizaynı hazırlandıqdan sonra onun üzərində kritikləyərək, flowlara baxaraq yeni nələrsə demək olar. Bu qədər.